Olsun dəyərli qrup üzvləri, necəsiniz? Ümid edirəm yaxşısınız. Səhər saatlarında qiymət sürətlə yuxarı doğru istiqamətə davam etdirdi. Bizim istədiyimiz rəqəmə çatdı və hələ çatdı. 5200, hətta 49-lara qədər qalxdı. Dünən biz 5220-ləri gözlürdük. Ondan sonraki hədəflər də təbii ki, bəllidir. 5323-lərdir. Səhər saatlarında siqnal gəldi, amma çox təəssüflər olsun ki, bir çoxları burada yatmışdı. Yəni yerli saatdan saat 4-5-ə təsadüf edir. Sahura duranlar ancaq bundan istifadə edə bildilər və $70 bir eniş oldu. İndi nələr olacaq? Biz bay əməliyyatlarının, bay siqnallarının 87-yə təyin eləmişdik uşaqlar. Yəni bildiyiniz kimi yerini dəyişdik və 82-yə endirdik. Satış əməliyyatları üçün isə biz ikinci dəstək nişanından sonra satış əməliyyatlarını müəyyən edə bilərik. Bizdə sell stoplar var. Bu sell stopları əslində təhlükəlidir uşaqlar. Yəni sell stoplar üçün biraz təhlükəlidir. Amma yenə biz deyək ki, ən azından bu hissələrə təyin edə bilərik sell stopa. İkinci təsdiq edişdən sonra saat təzə yaranıb 7 dəqiqədir. Biz biraz bunu uzaqlaşdıraq. İkinci şam yaransa saat 3-də biz sell stopları ikinci şamdan sonra yerləşdiririk. Amma buy stop 5182-lərdə durur. Belə uşaqlar, yəni ümid edirəm dünənki əməliyyatlar, dünən 3 siqnalımız oldu və bu siqnallar özünü doğrultdu. Təbii ki, bu siqnalları ümumiyyətlə Azərbaycanda heç kim bunu bacarmır. Nə təlim keçənlər, nə Forex haqqında danışanlar, nə Forex haqqında danışanların real hesabları var, real nəticələri var, real göstəriciləri var, nə də Forex haqqında təlim keçənlərin. Yəni, heç birinin nə real hesabları var, nə real nəticələri var, nə real təcrübələri var. Ona görə də onlara bir çoxlarına aldanmayın. Hərə bir kompüter qabağında oturub, telefonunu qoyub çəkir, paylaşır ki, ay belə oldu, ay elə oldu, keçmiş belə gəldi, belə getdi. Əslində, biz isə tam olaraq nə varsa o haqda danışırıq və dəqiq siqnalları bu təlim sahə üzərində, Forex sahəsi üzərində, yəni ən savadlı, ən təcrübəli, ən real qiymətlərlə işləyən, hesablarla işləyən məndən başqası yoxdur. Ona görə biraz ehtiyatlı olun uşaqlar. Nəysə, biz keçək gümüşə. Gümüşdəki yenidən yuxarı doğru istiqamətdən korreksiyadan sonra ədədlər 92-lərdir. Amma satış əməliyyatları 84-800-lərdən gələcək. Bitcoin-də uşaqlar hələ ki bu trayektoriyadan çıxa bilmir. Trayektoriyadan çıxsa 62-200-lərdən aşağı getsə, demək satış əməliyyatlarını verir. Alış əməliyyatları bugün 63.700-lərdən gələcək uşaqlar. Belə biz keçək siqnal kanalına. Siqnal kanalında siqnalları paylaşırıq. Yəni YouTube izləyiciləri də mütləq WhatsApp-a yazsınlar. Sizi də qoşaq həmin kanala.